Allahümme salli ala Muhammed. İltiması dua edenler, müşkilleri, hacetleri olanlar, bilxüsus mənzuri niyyətdə olan xəstələrimizin acil şifa tahmalarına səlavası çəkək. Allahümme salli ala Muhammed. Zamanı imamımızın zuhurunun təcilinə o Həzrətin bizim əməllərdən xoşnud olması, bizim o Həzrətə layiq sirdaş, dost, xadim olmamızdan ötürü səlavası çəkək. Allahümme salli. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qawli. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم وجعلنا منهم أئمة يهدون بأمرنا لما صبروا صدق الله العلي العظيم. Peygamber alıp peygambere selavası çekək. Muhammed. Allah'ın salamı olsun siz, aziz, değerli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidib, bizi dinləyən hər kəsə. Allah'tan diləyək etdiyimiz duaları, qıldığımız namazları, tuttuğumuz oruçları, Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən ifadə etdiyimiz bütün hacət və mətləbləri bizdən qəbul eləsin inşallah. Allah qəlbimizdən kini, küdurəti, ədavəti, ümumən bütün pislikləri uzaq edərək yerini iman nuru ilə nurlandırsın inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, möminlər, bizi dinləyən, izləyən, səsimizi eşidən hər kəs. Bildiyimiz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli bir gündür. Bir sözlə Quran və hədislərə istinad etsək, sonuncu xilaskarımızın gəliş günüdür. O gündür ki, o Həzrətin gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedib, haqqın, ədalətsizliyin aradan gedib, sülhün, əmniyyətin, ədalətin yer üzərində bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib edəsin inşallah. Bu günləri eyni zamanda bilirsiniz, Kərbəla şəhidlərinin matəm günləri və xüsusilə bugün Məhərrəm ayının 25-i 4-cü imamımız İmam Zeynül Abidin, Zeynül Sacidin, İmam əsl adı ki Əlidir, Zeynül Abidin ləqəbidir. 4-cü imamımızın şəhadət günüdür. O bildiyimiz kimi Kərbəlanın canlı, sağ qalan şahidlərindən idi. Çünki Kərbəla hadisəsi İmam Zeynül Abidin ağanın gözü önündə, onun gözü qabağında bu səhnələr baş vermişdi. Biz bu münasibətdə, bu xüsusda bütün Əhl-i sevərləri, sizləri başda zamanı imamımız olmaqla başsağlığı diləyirik. Allah o Həzrətin dünyada ziyarətin, övvalı şəfaətin bizlərə nəsib edəsin inşallah. Bugün sizinlə bəhs ilə İmam Zeynül Abidin ağanın həyatı barəsində və baş vermiş hadisələr barəsində söz açacaq. Sözün həqiqi mənasında bugün şəhadətini qeyd etdiyimiz şəxs, yəni imamımız Kərbəla məktəbinin davam edici
məzunlarından da desin, Kərbəla hadisəsini yaşadan canlı əfsanə də desək, bir sözlə Kərbəlanın canlı şahidi olan imamımız desək elə daha doğru, daha dolğun olar. Bildiyimiz kimi İmam Zeynulabdin ağanın səcdələrinin çoxluğuna görə, çox səcdə etdiyinə görə Zeynul-Abidin, ibadət edənlərin zinətlisi və yaxud da Zeynul-Sacidin, səcdə edənlərin ən gözəli, ən yaxşısı. Hətta el arasında, tarixdə də var, İmam Səccad deyirlər. Aramızda elm əhli olan tələbələr var. Səccad fəal vəznində, ərəb dilində mübaliğə, yəni ki, bir işdən çox eləyəndə, məsələn, əttar çox ətirdən istifadə edən, ya ətir satana deyənlər, məsələn, Meysəm-i Təmmar, xurma satan idi, çox xurma. Bir sözlə, burada, məsələn, Allaha Qəffar deyirlər. Qəffar, yəni çox bağışlayan, mərhəmət sahibi olan və Səccad da həmin o ölçüdə, vəzində, fəal vəznində olduğuna görə buna ismi mübaliğə deyirlər, ərəb dilçiliyində. Yəni, çox səcdə edən, vaxtının çoxunu səcdə ilə keçirən. Əgər Kərbəla qiyamının başlanğıcı biz desək, İmam Hüseyin əleyhissalamın şəhadəti ilə isə, amma İmam Səccad əleyhissalamın o səcdələri, sükutu, o əzmi həmin məktəbin qalıcı və davam etməsidir. Təbii ki, biz bunları ona görə tarix boyu danışırıq. Tarixin bütün belə deyək dönəmində bu hadisələr danışılır ki, bu tarixi hadisələr və tarixi şəxsiyyətlər heç zaman unudulmasın. Allah Teala Səcdə surəsinin 24-cü ayəsində, az öncə oxuduğum ayətdə buyurur ki, وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا. Onlara səbr etdikləri zaman aralarından əmirlərimizə, bizim onlara əmr etdiklərimizi insanlara hidayət edən imamlar qərar verdik. Buyurun, onlar səbr etdikləri zaman aralarından əmirlərimizlə insanları hidayət edən imamlar qərar verdik. Bu ayət sözün həqiqi mənasında bizə bir daha göstərir ki, imamət yalnız rəhbərlik etmək anlamına gəlmir. İmamət bəzən də lazım gəldikdə səbr etməklə o missiyanı davam etdirməkdir. Baxsaq, Əmir-ül-Müminin Əli əleyhissalam neçə il səbr elədi? 25 il. Halbuki İmam Əli əleyhissalamın barəsində səda Hatifdən gəlmişdi, Vəhməli Cənab-ı Cəbrail nazil etmişdi ki, La fata illa Əli, la seyfə illa zülfəvar. Yəni, Əli kimi nə cavan yoxdur, nə də zülfəvar kimi bir qılınc yoxdur. Yəni, nə qabağına çıxacaq bir kəs var idi, nə də ki, qılıncının qabağında bir qılınc oynadan bir cəngavər var idi. Amma buna baxmayaraq, buna rəğmən İmam Əli əleyhissalam neçə il səbr elədi? 25 il. Baxsaq, İmam Həsən əleyhissalam, Muaviyyə əleyhillərinə vərəzabla 10 illik sülh imzaladı. Bir sözlə bəzən imamət elə səbirlə də o yolu davam etdirmək anlamına gəlir. İmam Hüseyin əleyhissalam qiyam elədi, amma İmam Zeynul-Abidin əleyhissalam o qiyamın, Aşura məktəbinin mahiyyətini səbri ilə təbliğ etdi. Səbri ilə tarixin yaddaşına yazdı. Bir sözlə imamın o əzmi, o fədakarlığı sözün həqiqi mənasında bu ayənin sanki bir təfsiridir. Bu ayənin sanki bir təzahürüdür. Bəzən yeri gəlmişkən bunu da qeyd edeyim, sual verirlər ki, bəs
İmam Zeynəlabidin əleyhissalam niyə vuruşmadı? Niyə Kərbəlada Əli Əkbər kimi şəhid olmadı? Baxsaq, Qundaq qardaşı 6 aylıq Əli Əsgər şəhid oldu, amma ortancıl qardaş onların üçünün də adı Əli oldu. Əli Əkbər, biz el arasında Əli Əkbər demişlər, böyük Əli. Əli Ofsət ya Əli Ofsət, el arasında Əli Ösət. Əli Ösət də deyilir. Ortancıl Əli, Əli Əsgər, kiçik Əli, balaca Əli. Maraqlı burasıdır, sual yaranır ki, böyük qardaş və kiçik qardaş şəhadətə qovuşur, amma ortancıl qardaş İmam Zeynəlabidin ağa şəhadət zirvəsinə ucalmayır. Təbii ki, sonradan elə zəhərlənməsi nəticəsində şəhid olub, amma söhbət Kərbəla hadisəsindən, Aşura günündə bəsn edən İmam Zeynəlabidin ağa. Bir neçə rəvayət var, bugün elə mütaliə edədiyim rəvayətlərin birində də qeyd olunur ki, İmam Zeynəlabidin ağa Aşura günü ağır xəstə idi. Hətta bəzi el arasında bimar ağa, bimar Zeynəlabidin, bimar ifadəsini də eşitmişik. Bəzi rəvayətlərdə keçir, Aşura günü imam ağır xəstə idi. O qədər halsız idi ki, hətta ayağa qalxa bilmirdi. Yəni, əql və məntiqlə əgər ayaqda durma imkanı olmuş olsa, gərək dövrün imamından neyləsin? Difa eləsin. İmam Hüseyin əleyhissalam dövrün imamı və atanı həm ata olaraq qorumaq, həm ümmətin imamı olaraq və həm də eyni zamanda İmam Hüseyin əleyhissalam elə İmam Zeynəlabidin ağanın da nə idi? İmamı idi, bütün ümmətin imamı idi. Bir sözlə qeyd olunur ki, o qədər halsız idi ki, hətta ayağa belə qalxmağa gözü çatmırdı. Amma bir şey qeyd edib, bəziləri bu sənəd baxımından bu rəvayətləri zəif də bilirlər. İmamın belə deyək sağlam olduğunu da qeyd edirlər. Ən qısa əlqərəz, Həzrət o anda xəstə olur, sağlam olur. Biz bunları tarixdən bilirik də, hadisənin iştirakçısı olmadığına görə. Amma məsələ bu idi ki, bu imamət davam etməlidir deyə, imamın oğlu imam ola bilərdi deyə, imamın nəslindən bir nəfər mütləqdir ki, nə olmalıydı? Qalmalıydı ki, bu imamət davam eləsin. O səbəbdən Allahın hikməti ilə imamət davam etməlidir deyə, İmam Hüseyin əleyhissalamla birlikdə ilahi hüccət əgər şəhadət zirvəsinə ucalırsa, ondan sonra davam edən imamət onun sülbündən olmalı və o sağ qalmalıdır deyə, bu səbəbdən İmam Zeynəlabidin ağa da imamət silsiləsini davam etdirən, o ilahi nura vəsb olan ilahi bir şəxsdir. Buna görə də Allahın iradəsi ilə o sağ qaldı, Kərbəlanın həqiqətlərini gizlətməyə qoymadı. O dünyaya bugün eləsələr mənə bugün çatmasında bilafasitə İmam Zeynəlabidin ağanın əməyi var. Belə demək olar ki, əgər İmam Hüseyin əleyhissalam Aşura günü şəhid olmasıyla dini dirçətdirsə, İmam Zeynəlabidin ağa sağ qalaraq Kərbəlanı unudulmağa qoymadı. Yəni, var gücü ilə, qüvvəsi ilə Kərbəlanın mahiyyətli insanlara neynədi? Çatdırdı. Bir sözlə, biri qan verdi, digəri isə o qanın fəlsəfəsini öz fəsahətli, bəlağətli çıxışlarında, davranışında onu neynədi? Yaşatdı.
Buradan əziz möminlər, səsini eşidənlər və izləyənlər, bu nəticəyə gəlir ki, İmam Zeynul Abidin əleyhissalamın həyatına diqqətlə baxsaq, ən çox diqqət çəkən xüsusiyyətlərindən biri də onun səbirlə, təmkinlə, zikri, ibadəti ilə yanaşı ağlar gözünün olmasıydı. Əslində, həmin göz yaşları müxtəlif mesajlar bizə ötürür, müxtəlif mesajlar verir. Bəzən o göz yaşları sözün həqiqi mənasında edilən zülmə son dərəcə məzlumanə etirazın rəmzidir. Bəzən görürsən, həyatda da, filmdə də, bəzisinin canı yanır, o məzlumun ahı yerdə qalmaz, bir gün o ahı tərəfin o məğrur olduğu, arxain olduğu, bütün o gücü, qüvvəti ki, yerdə yeksan eləyər. Bəzən imamın ağlaması qarşı tərəfə olan hadisə etiraza bir çağırış idi, etiraza bir sözün həqiqi mənasında bir mesaj idi. Bəzən görərdim, o ağlamaq əslində vicdanın oyanışına səbəb idi. Bilirsiniz, İmam Zeynul Abidin ağanın ki, keçən xütbədə qeyd eləmişdi, Kərbəla hadisəsinin mahiyyəti barəsində danışanda bu hissəsinə toxunuram, çünki İmam Zeynul Abidin ağı ilə bağlıdır deyə. Həzrətdən ki, soruşanda sizin üçün ən ağır haramdır. Həzrət ki, 3 dəfə durdu, əşşam, əşşam, əşşam. Halbuki Kərbəlada Aşura günü atasının başını kəsmişdilər. 2 qardaşının cəsədini tikə-tikə doğramışdılar. Əmiləri gözü qabağında, qardaşı Əli Əsqərin cəsədi, bibisi Zeynəbin balaları, əmisi İmam Həsənin 2 övladı. Bir sözlə 18 nəfər bir ailədən gözü qabağında şəhid olduğu halda, amma İmam Zeynul Abidin ağa Aşuranı demədi, Kərbəlanı demədi. 3 dəfə hara dedi? Şam, Şam, Şam. Bilirsiniz mi? Həzrət buyurdu, 7 səbəb sayır İmam Zeynul Abidin ağa ki, 7 səbəbə görə Şam bizim üçün Kərbəladan, Aşuradan da ağır oldu. Amma onlardan birinə toxunacaq. İmam Zeynul Abidin ağa onları gətirəndə deyir, bizi bazara, cəmaatın sıxılır yerinə aparanda, o Yahudilərin, Xristiyanların içinə bizi aparanda, belə uca səslə car çəkirdilər ki, gəlin ata-babalarınızın qisasını alın. Bunlar sizin ata-babalarınızı öldürənlərdilər. Deyir, cəmaatın içi ilə o qədər sıx yaxın idilər. Biz əlimiz zəncir, ayağımız və boynumuz zəncirdə. Təsəvvür ilə imamın o halı, o acınacaqlı halında körpə uşaqların da boynunda bir zənciri təsəvvür elə. Deyir, biz keçəndə bədənimizə gözünün qabağında bibim Zeynəbin, qardaşımın körpə balalarının bədəninə ox batırırdılar, nizə batırırdılar. Deyir, mənə ona görə şamarlı idi ki, mən bunları görə-görə kömək edə bilmirdim. Allah heç kimin çarəsi eləməsin. İndi bir mərd kişinin gözü qabağında bir balasına əl qaldırırlar, bacısına, ailəsinə, xanımına insan nə hala qalır? Bir hadisənin ağırlığını bir təsəvvür edir. İmam buyurur ki, mənə ona görə ağır idi, şan ona görə çətin idi ki, mən heç kimə kömək edə bilmirdim. Hətta bir yerdə bir ravi bugün oxuyurdum, deyir, dayanmışdım. Deyir, imama yaxınlaşdım, dedim ki, nə kimi köməkliyim xidmətində. Təsəvvür elə, dövrün imamıdır, onların içindən bir nəfər tanıyır ki, bu imam balasıdır. Deyir, nə köməkliyim, Həzrət acizanə deyir ki, əgər üstündə biraz pulun varsa, apar o başı nizədə aparanlara verir, biraz
başları bizdən uzaqlaşdırsınlar ki, bibim Zeynəb, bazıların o kəsik başa baxıb ürəkləri para olmasın. Deyir, mən bir qədər apardım o neyzədə baş saxlayanlara pul verdim, kənarlaşdı. Deyir, gəldim, imam mənə dua elədi. Təsəvvür elə, görün nə qədər ağır. Oradakı deyəndə bunlar sizin ata-babalarınızı öldürüb, dinə, İslama, Peyğəmbərə arx çıxanlardır, bunlar kafirlərdir deyə İmam Zeynul Abidin ağa qalxır ayağa, əlində, boynunda, qolunda zəncir. Buyurur ki, mən Zəmzəmin oğluyam, mən Məkkənin oğluyam, mən Səfanın oğluyam, mən La ilahə illallah deyənə qədər qarşı tərəfindəki şəxs bu ifadəni işlədənə qədər vuruşanın oğluyam. Mən behiş zavalları İmam Həsən İmam Hüseynin övladıyam. Mən Muhammed el-Mustafa'nın oğluyam. Mən Əli el-Murtəzanın oğluyam. Mən Fatıma-i Zəhranın oğluyam. Bir bunları sayır ki, qarşı tərəf bilsin ki, bu Peyğəmbərimizlə ağ olanların yox, elə Peyğəmbərin balasıdır. İmamın bu fəsahət və bəlavəti onların qəlbində bir təlaffum yaradır. Və zaman keçdikcə İmam Zeynul Abidin ağa çox ağlayardı. Hətta Bəhri Seyyid ibn Tavus Luhuf əsərində yazır ki, qulağımı su gətirərdi. Həzrət namaz vaxtı dəstəmaz almaq istəyəndə suya baxardı, ağlayardı. Bəzən iftar açan vaxtı su verərdilər, iftarın açsınlar, amma iftarı açmazdan öncə Həzrət ağlayardı. Səbəbini soruşanda Həzrət 34 il Kərbəladan sonra 40 ilə yaxın 40 il yazılar. Amma 34 il sərasər dayanmadan hadisi üçün imam ağlayır. 34 il. Hətta bəzi hədislərdə keçir. Peyğəmbər Salavatullahın gözəl nəvəsidir. O zinətli, səzdəsi, zinət olan nəvəsi yazırlar. Hətta bəzən su görəndə belə ağlayardı. Hər su görəndə Həzrət ağlayardı. Bir gün sual edirlər ki, Yəminə Rəsulullah, ay Peyğəmbər balası, bu qədər ağlamağın sonu yoxdur, bu qədər ağlamaq olmaz. Hadisədir, bəziləri təsəlli verməyə çalışırdı. Amma İmamın hikmətli cavabına baxın. Həzrət buyurardı ki, Quran buyurur, Yusuf surəsində var da, Yaqub Peyğəmbərin 12 övladı var idi, 12 oğlu var idi. Allah bütün balaları başımıza tac, gözümüzə nur eləsin. Övladı olmayanlara da gözəl pay verməklə onları sevilirsin inşallah. İmam ağlaya-ağlaya deyərdi ki, Həzrət Yaqubun 12 oğlu var idi. Onlardan biri bir müddət sağ ikən Həzrət Yaqubdan uzaqda qalırdı. Hadisəni bilirsiniz də. Həzrət Yusuf Aleyhisselamın qoxusunu almaq üçün gələrdi, axşamüstü Meyhalanda bir gün bir yerə çıxardı. Qardaşlarına deyərdi, Yusufimin ətri gəlir, Yusufimin qoxusu gəlir havada. İmam deyir ki, Həzrət Yaqubun 12 oğlu var idi. Onlardan biri bir müddət ondan uzaq düşdü. Oğlunun sağ olduğunu bildiği halda onun ayrılığına, hicranına o qədər ağladı ki, gözləri kör oldu. Gözləri kör oldu. Həzrət buyurur ki, mən necə ağlamayım ki, bir gündə mənim gözümün qabağında atamın başını kəsirlər. İki qardaşım Əli Əkbər, Əli Əsqərin başını kəsirlər. Bibim Zeynəbin 2 oğlum, əlim İmam Həsənin 2 babası Abdullah Qasimi. Mən necə ağlamayım ki, mənim gözüm qabağında
əmilərini, qəməri muniri Bəni Haşim, Həzrəti Əbəl Fəzli şəhid edilir. Həzrəti Yaqubun oğlu sağ ola, amma ondan uzaq qaldığına görə ağlamaqdan gözü kör oldu. Amma mənim gözümün qabağında bir günün içərisində 18 nəfər doğmamı doğradılar. Mən necə sakit qalım, mən necə ağlamayım. Odur ki, İmam-ı Zeynul-Abidin ağanın əsirlikdən qaydandan sonra yazırlar, harada qəssabxananın qabağından keçərdi, kəsilməli olan o heyvanı görərdi, adətən kəsməzdən öncə bir neçə saat orada saxlayırlar ki, gəlib gedən görsün ki, təzə ətdir, burada kəsilib deyə. Deyir, harada bir qəssabxananın qabağında günün altında bağlanmış bir heyvan kəsilməyə qurbanlıq görəndə gəlib qəssabdan soruşardı ki, bu kəsiləcək heyvana su vermirsən. Deyərdi, gəblərə su verirlər. Biz İslamı sizdən öyrənmişik, dini sizdən öyrənmişik, şəriəti sizdən öyrənmişik. Məyər şəriətimizdə yoxdurmu ki, bir heyvanı kəsməzdən öncə, bir qurbanı kəsməzdən öncə ona su verərlər? Axı biz bunları sizdən Həzrət ağlayardı, deyərdi, amma mənim atamı 3 gün susuz su kənarında saxladılar. 3 gündən sonra su kənarında susuz başım bədənindən ayırdılar. Məzlumiyyətinə canımız qurban, yəni Resulullah, yazı ilə abidi. İmamın bu hadisələri çox ağır idi. Hətta İmam Muhammed Baqir əleyhissalam buyurur ki, bilirsiniz, imamı zəhərlə şəhid ediblər. Və şəhadətə çatandan sonra Həzrət İmam-ı Muhammed Baqir əleyhissalam ona qüsl verəndə deyir, gördüm, atamın hələ də boynunda, hələ də çeynində o izlər var. O izlər var. 34 il keçməsinə baxmayaraq, hələ də İmam Zeynul-Abidin ağanın o Kərbəlada boynundakı zəncirin, ayağındakı, qolundakı zəncirin izi qalmışdı. Hətta bir hədisdə var, İmam Zeynul-Abidin ağa oğluna vəsiyyət edir. Həzrətin bir dəvəsi var idi, 20 dəfə o həccə həmin dəvə ilə getmişdi. Bir gün oğlunu çağırdı, dedi, İnnəni qəd həcəcqə alə naqəti hazihi 20 həccətən. Oğlum, mən bu dəvəmlə 20 kərə 20 dəfə Allahın evi həcci ziyarət eləmişəm. Fələm əqrəha bi surti qarətən. Bir dəfə də olsun, mən buna şallar vurmamışam, bunu incitməmişəm. Məndən sonra bu dəvəni incitməyəsən. Və ardınca buyurur ki, elə ki, məndən sonra bu dəvə öldü, bu dəvənin çölə atmayasan, çölün yırtıcı heyvanları yeməsinlər deyə. Bunu özün dəfn edəsən, bastırasan. Həzrət buyurardı ki, mən eşitmişəm babam Resulullah'dan deyərdi ki, əgər bir dəvə ilə 7 dəfə həccə müşərrəf olarsa, o dəvə behişt heyvanlarından biri olar, behiştə daxil olan heyvanlardan olar. O cəhətdən hədislərdə var, İmam Zeynul-Abidin ağanın vəfatı zamanı həmin dəvə də gələrdi qəbrin kənarına başını 3 gün sərasər bu halı ravilər müşahidə edib ki, tarixdə var. 3 gün o dəvə gələrdi, İmam Zeynul-Abidin ağanın vəfatından sonra, şəhadətindən sonra qəbrin üstə darlardı, başını ora sürtərdi. Bir sözlə İmam Zeynul-Abidin ağa Kərbəlanın sağ qalan canlı şahidlərindən idi. Və bu gün də o Həzrətin qəmli, qüssəli, kədərli şəhadət günüdür. Allah
bu matəmi, bu əzanı bizdən ali dərəcədə qəbul eləsin. Allah bizi dünya və urbada Əhl-i Beyt əleyhissalamlardan ayrı salmasın. Allah İmam Zeynul Abidin ağanın o nurani zikirlərindən, ibadətindən bizə də nəsib eləsin inşallah. Allah bizi dünya və urba, Quran və Əhl-i Beyt əleyhissalamlardan ayrı salmasın. İlahi Pərverdigara, dərgahı asını əllərimizin oğlusunu bizə qaytarma. Allah bu mühərrəmi ömrümüzün axırıncı mühərrəmi qərar vermə. Allah qarşına İmamımızın əzəmətli eşq səfəri, ərbəyin ziyarəti gəlir. Allah arzu edən hər bir kəsin dünyasını dəyişməmiş o ziyarəti etməyi, görməyi nəsib etkin. Allahım, cəmiyyətimizi, xalqımızı, xüsusilə ailələri bir-birinə mehriban etkinlər. Zamanı İmamımızın zuhurunda təcil etkinlər. Allah, o Həzrətin gəlişiyle yer üzərini, bu dünyamızı sülhə, əmniyyətə, haqqa, ədalətə bərqərar etkinlər. Etdiyimiz duaların qəbuluna, bu söhbətlərin qəlbimizdə daha da təsir qoymasına Muhammed və Ali Muhammedə üz ucalı Muhammedi salavat.